Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about some food items in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. And let's get started. Here's a simple guide to common food items in Azerbaijani with examples. Basic food items, yani əsas qida məhsulları. For example, çörək, çörək, çörək. Çörək is bread, bread. Pendir, pendir, pendir is cheese, cheese. Ət, ət, ət is meat, meat. Toyuq, toyuq, toyuq is chicken, chicken. Balıq, balıq, balıq. Balıq is fish, fish. Yumurta, yumurta. Yumurta is egg, egg. Kartof, kartof, kartof is potato. Soğan, soğan, soğan is onion. Pomidor, pomidor, pomidor is tomato. And khiyar, khiyar, khiyar is cucumber. Second one is dairy products, yani süt məhsulları. First one is süt, süt, süt. Süt is milk. Qatıq, qatıq, qatıq is yogurt. Kərə yağı, kərə yağı, kərə yağı. Kərə yağı is butter. Şor, şor, şor is curd. For example, qatıq dolmaya çox yaraşır. Qatıq dolmaya çox yaraşır. Qatıq dolmaya çox yaraşır. It means yogurt goes well with dolma. Drinks. Drinks is içkilər. First one is su. Su, su. Su is water, water. Çay, çay. Chai is tea. Coffee, coffee, coffee is coffee. Şirə, şirə, şirə. Şirə is juice. Wine, wine is şərab, şərab, şərab. For example, səhər kofe içirəm. Səhər kofe içirəm. Səhər kofe içirəm. It means I drink coffee in the morning. I drink coffee in the morning. Some sweets and desserts. Yani şirniyyat. Halva, halva. Halva is, halva. Paxlava, paxlava. Paxlava is baklava. Şəkərbura, şəkərbura, şəkərbura. Şəkərbura, is traditional sweet dessert. And tort, tort, tort. Tort is cake. Pirog, pirog, pirog is pie, pie. And confet, confet, confet is candy. Example. Novruz bayramında şəkərbura və paxlava hazırlanır. Novruz bayramında şəkərbura və paxlava hazırlanır. Novruz bayramında şəkərbura və paxlava hazırlanır. It means şəkərbura and baklava. It means şəkərbura and baklava are made during Novruz holiday. Halva çayla çox gözəl gedir. Halva çayla çox gözəl gedir. Halva çayla çox gözəl gedir. It means halva goes well with tea. And that's it.
If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek. Salam everyone, welcome back to Learn Azerbaijan today. Today we will explore some phrases about cuisine and ordering at restaurant in Azerbaijani to help you communicate with locals during COP29. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Ordering food, like menyunu ala bilərəm. Menyunu ala bilərəm. Menyunu ala bilərəm. It means, can I have a menu? Can I have a menu? Mən bu yeməyi sifariş etmək istəyirəm. Mən bu yeməyi sifariş etmək istəyirəm. Mən bu yeməyi sifariş etmək istəyirəm. It means, I would like to order this food. I would like to order this food. Mən vegetarianam. Mən vegetarianam. Tərəvəz yeməkləri təklif edə bilərsinizmi? Mən vegetarianam. Tərəvəz yeməkləri təklif edə bilərsinizmi? Mən vegetarianam. Tərəvəz yeməkləri təklif edə bilərsinizmi? It means, I am a vegetarian. Can you suggest some vegetable dishes? I am vegetarian. Can you suggest some vegetable dishes? Hansı yeməyi tövsiyə edirsiniz? Hansı yeməyi tövsiyə edirsiniz? Hansı yeməyi tövsiyə edirsiniz? It means, which dish do you recommend? Which dish do you recommend? Mən bunun daha az ədviyyatlı olmasını istəyirəm. Mən bunun daha az ədviyyatlı olmağını istəyirəm. Mən bunun daha az ədviyyatlı olmağını istəyirəm. Mən bunun daha az ədviyyatlı olmağını istəyirəm. It means, I would like this to be less spicy. I would like this to be less spicy. Burada uşaqlar üçün xüsusi yemək varmı? Burada uşaqlar üçün xüsusi yemək varmı? Burada uşaqlar üçün xüsusi yemək varmı? It means, are there special meals for children here? Are there special meals for children here? Discussing the menu. Menyuda hansı yeməklər var? Menyuda hansı yeməklər var? Menyuda hansı yeməklər var? It means, what dishes are on the menu? What dishes are on the menu? Bu yemək nə qədər vaxt alır? Bu yemək nə qədər vaxt alır? Bu yemək nə qədər vaxt alır? It means, how long does this dish take to prepare? How long does this dish take to prepare? Mənim sifarişimdə bir dəyişiklik edə bilərsinizmi? 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 It means, can you make a change to my order? Can you make a change to my order? Can you make a change to
to my order. Drinks and desserts. Şirniyyat olaraq nə təklif edirsiniz? 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 It means, what do you suggest for dessert? What do you suggest for dessert? Bir stəkan alma suyu xahiş edirəm. Bir stəkan alma suyu xahiş edirəm. Bir stəkan alma suyu xahiş edirəm. It means, a glass of apple juice, please. A glass of apple juice, please. Sizdə təravətli or yeni içkilər varmı? Sizdə təravətli içkilər varmı? Sizdə təravətli içkilər varmı? It means, do you have any refreshing drinks? Do you have any refreshing drinks? Bir şüşə su xahiş edirəm. Bir şüşə su xahiş edirəm. Bir şüşə su xahiş edirəm. It means, a bottle of water, please. A bottle of water, please. Çay sifariş etmək istərdim. Çay sifariş etmək istərdim. Çay sifariş etmək istərdim. It means, I would like to order tea. I would like to order tea. Asking about ingredients. You know, bu yeməkdə hansı ingredientlər var? 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 It means, what ingredients are in this dish? What ingredients are in this dish? Bu yeməyin tərkibində süd varmı? 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 It means, does this dish contain milk? Does this dish contain milk? Does this dish contain milk? Paying the bill. Nə qədər ödəyəcək? 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 It means, how much do we need to pay? How much do we need to pay? Kredi kartı qəbul edirsinizmi? Kredi kartı qəbul edirsinizmi? Kredi kartı qəbul edirsinizmi? It means, do you accept credit cards? Do you accept credit cards? Xidmət haqqını əlavə etdiniz. Xidmət haqqını əlavə etdiniz. Xidmət haqqını əlavə etdiniz. It means, did you include the service charge? Did you include the service charge? General restaurant interaction. Gözləməyim lazım olacaq. Gözləməyim lazım olacaqmı? Gözləməyim lazım olacaqmı? Gözləməyim lazım olacaqmı? It means, will I need to wait? Will I need to wait? Sizdə oturmaq üçün yer var. Sizdə oturmaq üçün yer var. Or we can say also, sizdə oturmaq üçün yer varmı? Sizdə oturmaq üçün yer varmı? It means, do you have a place to sit? Do you have a place to sit? Sifarişimi ləğv edə bilərəmmi? Sifarişimi ləğv edə bilərəmmi? Sifarişimi ləğv edə bilərəmmi? It means, can I cancel my order? Can I cancel my order?
last one, asking for the bill. Hesabı gətirə bilərsinizmi? Hesabı gətirə bilərsinizmi? Hesabı gətirə bilərsinizmi? It means, can you bring the bill? Can you bring the bill? And that's it. We hope you enjoyed this video. If you're interested in personalized language instruction, please check out the first link in the description. Below to apply and see if our lessons are the right fit for you. Don't forget to share, like, and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek. General Dining Press. Menünü görmək istəyirəm, zəhmət olmasa. Menünü görmək istəyirəm, zəhmət olmasa. Menünü görmək istəyirəm, zəhmət olmasa. Means, I'd like to see the menu, please. I'd like to see the menu, please. 2 nəfərlik masa ala bilərəm. 2 nəfərlik masa ala bilərəm. 2 nəfərlik masa ala bilərəm. It means, can I have a table for 2? Can I have a table for 2? Siz nəyi tövsiyə edirsiniz? Siz nəyi tövsiyə edirsiniz? Siz nəyi tövsiyə edirsiniz? It means, what do you recommend? What do you recommend? Bugünün xüsusi yeməyi nədir? Bu günün xüsusi yeməyi nədir? Bu günün xüsusi yeməyi nədir? It means, what's today's special? What is today's special? Sifariş verməyə hazıram. Sifariş verməyə hazıram. I'm ready to order. I'm ready to order. Hesabı ala bilərəm. Hesabı ala bilərəm. It means, can I have the bill, please? Can I have the bill? Ordering food and drinks. Bir stəkan su ala bilərəm. Bir stəkan su ala bilərəm. Bir stəkan su ala bilərəm. It means, can I have a glass of water? Bir qəhvə alacağam. Bir qəhvə alacağam. Bir qəhvə alacağam. I'll have a coffee. I'll have a coffee. Or bir çay alacağam. Bir çay alacağam. It means, I'll have a tea. I'll have a tea. Bu yeməyi acılı istəyirəm. Bu yeməyi acılı istəyirəm. Bu yeməyi acılı istəyirəm. It means, can I have this dish spicy? Can I have this dish spicy? Polite dining phrases. Yemək çox dadlıdır. Yemək çox dadlıdır. Yemək çox dadlıdır. It means, the food is delicious. The food is delicious. Çəngəl ala bilərəm. Çəngəl ala bilərəm. It means, can I get a fork? Can I get a fork? Or bıçaq ala bilərəm. It means, can I get a knife? Or qaşıq ala bilərəm. Qaşıq ala bilərəm. It means, can I get a spoon? Biraz da çörək gətirə bilərsiniz. Biraz da çörək gətirə bilərsiniz. Bir az da
çörek getirebilirsiniz. It means, could you bring some more bread? Could you bring some more bread? The key vocabulary. Officiant, officiant, waiter or waitress. Officiant, waiter or waitress. Masa, 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 masa. It means table. Hesap, hesap, hesap. Check or bill. Bron, bron. It means reservation. Çay pulu, çay pulu or çay voy. It means tip. And that's it. These phrases should help you navigate your dining experience with ease in Azerbaijan. If you're interested in tailored Azerbaijani lessons, make sure to check out the first link in the description to apply and see if our lessons are the right fit for you. We hope you enjoy, and don't forget to like, share and subscribe for more useful tips. Thank you, teşekkür ederim and sağ olun.